Yasamal rayonunda 6 otaqlı mənzil çox münasib qiymətə satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Haqverdiyev küçəsində, Elmlər metro stansiyasına və statistika komitəsinə yaxın 5 mərtəbəli binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 140 kvadrat olan 6 otaqlı dubleks, tam təmirli bir mənzil təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzildə hər bir şərait var: mətbəx, yataq, qonaq otağı, mebeli, kondisioner, plazma televizor, paltaryan, soyuducu və s. Mənzilin istilik sistemi kombidir, isti soyuq suyu daimidir, mənzildə qaz, su, işıq daimidir. Mənzil kombi sistemi ilə qızdırılır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Videomuzu sonadək izləyin, sonda qiymətini bildirəcəyəm. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızı şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Haqverdiyev küçəsində, Elmlər metro stansiyasına və statistika komitəsinə yaxın 5 mərtəbəli binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 140 kvadrat olan 6 otaqlı dubleks, tam təmirli bir mənzildir. Mənzil əşyaları ilə birlikdə satılır. İstilik sistemi kombidir, isti soyuq suyu daimidir, qaz, suyu, işığı daimidir. Qiyməti 330 min manatdır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.